İlk öncə biz insanların peşə təhsilini dəstəkləyirik, onların müxtəlif peşə bacarıqlarını artırırıq və ondan sonra artıq iki əsas məşğul istiqaməti üzrə daimi iş yerləri yaradılması və özünə məşğulun dəstəklənməsi istiqamətləri üzrə onlara köməklik göstərir. Tədbirdə komitənin hazırladığı bir neçə video çarxa baxdım. Bu video çarxlar arasında ən çox mənim nəzərimi cəlb edən Cəbrayıla qayıdışla bağlı olan video çarxı idi. Bütün məcburi köçkünlərimizin öz yurdlarına qayıtmasını diləyirəm. Müəyyən səviyyədə bu proseslərdə haqqında ümumi məlumatları alınmaq üçün gözəl bir, belə deyək, bir roadmapdir, kitabdır. Həm tarixdə olan proseslər, həm xalqımız tərəfində yaranmış o acınacaqlı hadisələrdə olan proseslərdə iştirakı bu kitablarda özünə əks etdirmişdir. Maraqlı bir tendensiya var idi əmək bazarında. Bakıda çox yaxşı şirkətlərdə, təşkilatlarda çalışan insanlar, əməkdaşlar böyük həvəslə işğaldan azad olmuş ərazilərə qayıtmağa cəhd edirdilər. Biz elə iş şəraiti yaradaq ki, orada qadın da, kişi də, qoca da, cavan da, müxtəlif kəndlərdən olan bəzən adamlar eyni kənddə yaşamalı olacaqlar. Amma orada elə bir əməklə məşğul olsunlar ki, həm kollektiv şəkildə bir-birini anlaya biləcəkləri, inklusiv gərək bir cəmiyyəti elə biz orada quraq.